Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz. Bu halda müddətsizdir. Görək hansı hallarda ən çox insanları narahat edən budur ki, əlilliyi var, təkrar onu xəstəxanalara, reabilitasiya mərkəzlərinə yönəldirlər. Vətəndaş qeyd edir, mütləq orada para lazımdır. Ən çox əyalətdən gəlirlər, rayonlardan, kəndlərdən. Onların gəlib getməsi üçün bilirsiniz nə qədər pullar lazımdır. Yerlərdə də bu məsələ həllini tapmır. Ona görə insanlar narazı qalır. İnsanları, vətəndaşları narazı salırlar. Bəzi qurumlar, bəli, vətəndaşların ən çox üzləşdiyi məsələlərdən biri də əlilliyin təyini və təkrar yoxlanmalardan keçirilməsi prosesidir. Onu deyirəm ki, yəni ki, deyir ki, əlilliyin ləğv olunub. Ay kişi, ay nə bilim kim, ay agentlik, filan həkim. Niyə ləğv edirsən? Mənim bir əlim yoxdur. Sən o əlim bərpa olunacaqmı? Deyir, müalicəyə ehtiyacı var, müalicəyə ehtiyacı. Bu adamın əli yoxdur. Bir qolu yoxdur. O necə müalicə olunsa, o bərpa olunmayacaq. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların status və sosial müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən həmin qanun 5-ci maddəsinin birinci hissəsinin birinci bəndinə göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə əlillik müddətsiz müəyyən edilir. Çernobıllar üçün müddətsizdir. Birdən sizə aldadarlar ki, yox, təkrar həkimdən keçin, müayinə olun, etməyin. Müddət göstərməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60% aralıqdan ardıcıl olaraq 15 il, 61-80% aralığında ardıcıl olaraq 10 il və ya 81-100% aralığında ardıcıl olaraq 4 il müddətinə müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti 2020-ci il 16 aprel tarixli 11 nömrəli bəndi nəzərə alınmaqla 15 illik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən təyin edilib. Əmək pensiyaları haqqında və sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyaları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla və yaxud sosial müavinət alma hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilir. Sizi aldada bilərlər. Bəzi o əlilliyi təyin olunub, müddətsizdir və həkimlər onu ləğv edir və deyir ki, yenidən müayinə olunun və yenidən müalicə olunun. İnanmayın.